Aha. Belə uşaqlar. Deməli bu gün HTML table'larımızdan davam edirik. HTML table'larımız gördüyünüz üzrə müəyyən qədər hal-hazırda praktikamız var. Nə üçün istifadə olunur daha çox? Sizcə nə üçün istifadə olunur? Sizdən eşitdim. Hər hansısa bir məlumatları hazırlanması üçün, qiymətlərin hesablanması üçün. Bəli. Ümumiyyətlə harda görmüsüz table'ları adətən? Hazırlanması üçün. Adətən Çox Excel-də. Excel-də. Excel-də məsəl üçün nə tipli məlumatlar olur? Nisbətən, Hesablama olur. bəli, nisbətən belə deyim də, data xarakterli məlumatlar, düzdürmü? HTML-imizdə də bizdə table-lar var. Bu arada millət, sizə bir sayt göstərəcəm. W3 School deyə. Böyük ehtimalla hazırda bilmiş olarsınız. Bilirsinizmi bu saytı? Tamam. Bu W3 School bizim bütün demək olar ki, HTML CSS bizə hal-hazırda aktual olaraq istifadə olunan dil və kitabxanaların hamısının dokumentasiyası olduğu bir kitabxanadır desəm gözəl olar. Tamam. Çox gözəl bir yerdir və bundan çox belə aktiv şəkildə istifadə edə bilərsiniz. Gəlin elə, məsəl üçün getmisiniz özünüz üçün təkrarlayırsınız da, tutaq ki, table-ları. Gəlirsiniz, girirsiniz burada, məsəl üçün HTML, baxın biz bura qədər keçmişik. Heading atributlardır, style hələ o yerlərdə deyilik, CSS hələ o yerlərdə deyilik. Listləri keçmişik, baxın gəlib buradan listlərə baxa bilərsiniz. Unordered, ordered görsünüz, hər birini görə bilərsiniz. Məsəl üçün indi biz keçək hara? Table-larımıza. Tamam. Aha. Burada nə var? Bir dənə example var. Görsünüz. Burada table adət nə üçün istifadə olunur? Fikir verin, bu konkret olaraq data kimi bir şeydir. Düzdürmü? Bəli. Aktiv olaraq da mənim table-larım hal-hazırda adətən datalar üçün, dashboardlar üçün birazdan göstərəcəm, istifadə olunur. Biz indi table-ları yazanda hansı tagdən istifadə edirik? Bilirsinizmi? Bəli. Yaxşı, baxın, table-ların içində indi məsəl üçün gedək div-dən yox, div mentorun içindən sizə bir dənə mentor online dərs 3 açaq buradan. Dərs 3. Bunu açaq. Buradan da bir dənə index HTML faylımı şaqqıladım. Ya Allah, tamam. Yəni bu bayaqki saytı qrupa ata bilərsiniz. W3 School. Tamam, linkini atarım. Linkini. Tamam, linkini atarım. Gözüm üstə. Deməli, hə, biz yazırıq table, tamam. Table. Bunun içində nə olur dediniz? T-head, T-body, T, bir də başqa nə? Foot. Son, T-foot. Bu bildiyiniz uşaqlar, yaxşı, bu taglərin önəmi nədir? Yaxşı, table tagi nə edir, bu taglər nə edir? Table tag belə baxanda çox önəmlidir elə. Yəni bunun içində cell spacing deyə bir mənim atributum var. Ondan sonra başqa nə var? Başqa nə var? Cell padding var, düzdürmü? Başqa nə var? Border var, düzdürmü? Düz yazdım. Cell spacing, cell padding. Aha. Tamam, bunların içində bunlar var. Table mənim saxlayır ümumi table'ımın strukturunu. Yaxşı, bunlar nə edir? T-head, T-body, T-foot. Baş hissədir. Tamam, baş hissədir. Bunu yazmasam nə olacaq? SEO cəhətdən yaxşıdır. Ay sağ olun. Baxın, bunu gözləyirəm. Uşaqlar, bu taglərin T-head, T-body, T-footdur. Ümumi olaraq sizdə struktur, yəni kod cəhətdən, ekranda görünən şey cəhətdən demək olar ki, bir fərqi yoxdur. Tamam. Yazmaqla yazmamağın. Amma ki, bunlar semantik taglərdir. Bilinsin deyə mənim başlıq hissəm aradı. Biz niyə buna body yazırıq? Biz niyə indi inşallah sayt strukturu yazanda semantik taglər görəsiniz, header görəsiniz, body görəsiniz, footer görəsiniz. Fikir verin, bu nəyə oxşadır? Bir dənə qabağından nəyləri yığışdırmışam? T-ləri. Tamam. Yəni bu saytın strukturu sizdə belə olur.
Tamam, ayrılmış şəkildə. Amma bu teqlərin bir önəmi olmur. Bunlar semantik teqlərdir. Müəyyən bir önəmi var. Həm sənin görməyin cəhətdən rahatdır ki, sən saytı açıb görəndə, məsəl üçün açıb baxanda saytı görürsən ki, bura header hissəvi yazmısan, bura body hissəvi yazmısan, burada footer hissəvi yazmısan və s. və s. Tamam, saytda gör və semantik olaraq da SEO-da üstünlük verir. SEO nədir? Search Engine Optimization. Yəni ki, axtarışda, keçən dəfə demişdim sizə, məsəl üçün, axtarışda bura adi tur yazanda, turdu yazanda belə, burada turbazın çıxmağının səbəblərindən biri bu SEO-sun güclü olmağı. Nə bilim, bank yazanda, məsəl üçün, bank yazdım bura. Tamam. Burada birinci Bank Respublikanın çıxmağının, Turan Bankın çıxmağının səbəbi bunun SEO-sunun kapitaldan biraz güclü olmağı. Baxın, Xalqbank belə çıxır, kapital burada gəlir. Və s. və s. Bəli? Bölgədən asılı ola bilər, həm də. Bölgədən də asılı, bölgədən adətən bilsən necə asılı olur? Məsəl üçün, ölkə olaraq asılı olur. Tamam. Ki, səndə ölkə olaraq Gürcüstandakı biri bank yazsa bura, bura Bank Respublika çıxmayacaq hər halda. Aydın oldu. Amma biz, bəli, bəli. Yəni, o tamam başqa məsələdir artıq. O işə artıq Google-un özü baxır. Google sənin, fikir verin, siz Google-dan qeydiyyatdan keçəndə sizin location-ınızı istəyir. Buradan şey çıxır ki, allow elə ki, sənin location-ını bildirməyin. Sən də allow eləyirsən və sənin bölgəvə görə axtarış verir. Aydın oldu. O biraz tamam başqa məsələdir. Amma öz bölgəmizdəki bu şey məsələlərində, SEO məsələlərində kimin SEO-su güclüdürsə o qabağa çıxır, kimin marketinqi yaxşıdırsa o qabağa çıxır. Gördüyünüz kimi, yəni bu bildiyiniz saytın strukturudur. Sadəcə qabağında T yoxdur. Table-da da elə bir şeydir. Table-ın strukturudur. Bunlar qurulur və arasında sətir və sütunlar yazılır. İndi qayıtsam mən W3 School-a. Tamam, W3 School-a. Bunu gördük. Baxın, burada görürsünüz heç TH, TH, T-body, T-food deyə bir şey yazmayıblar. Tamam. İşləyirmi table-ım? Son dərəcə düzgün işləyir. Aydın oldu sizə nə demək istədiyim. Amma ki, yazmağınızda üstünlük var. Bu qədər. Başqa da table'lar barədə bildiyimiz kimi sətirlərimiz nədir bunlar? Bunlardır və bunlar hansı teqlə işarələnir? TR. TR və yaxud TH. O sadəcə qalınlıq fərqinə görə. Sütunlarımız isə nədir? T'dir. Bəli. Bu qədər. Başqa da bir şey. İndi call span'dır, row span'dır. Bunlar yazılışda görünür zaten. Table'ın caption'da çox bir ehtiyac yoxdur. Call qrupda ehtiyac yoxdur. Və dediyim kimi adətən, məsəl üçün dashboard yazım. Dashboard. Tamam. Görürsünüz, bu tipli, bu xarakterli saytlarda, bu xarakterli düzülüşlərdə adətən table-dan istifadə olunur. Əvvəllər çox daha yayğın istifadə olunurdu. Məsəl üçün, əvvəllər oxu azın, birbaşa məsəl üçün özü, biz Elcandan öyrəndiyimiz zamanda oxu azın özü bildiyimiz table-la yazırdı. Baxırdıq, inspektdən gülürdük ki, qardaş, bunu table-la yazıblar da. Ondan sonra məsəl üçün saytlarda, bizim universitet saytlarından da bir çox yeri table-la yazırdılar. Amma sadəcə admin panel kimi yerlərdə, baxın, görürsünüz. Baxın, bu tərzdə dataların saxlanıldığı yerlərdə, yəni ki, zaten table üçün uyğun olan yerlərdə table-dan istifadə olunur. Sintaksis tərəfini qoyaq bir qırağa. İndi məsəl üçün hər hansısa bir şey yazmaya çalışaq. Məsəl üçün biz də data xarakterli bir şey yazaq. Demək istəyirik ki, məsəl üçün burada mənim belə bir, inşallah ki, Elcanla bunu yazmamışsınız deyə düşünürəm. Tamam, super. Məsəl üçün bunu sizlə bir yerdə yazaq uşaqlar. Tamam. Burada nədir? Burada məsəl üçün yaşıl hissə, ağ hissə, bu hissə var. Bir iki sütun yazıb çox da yormayacağam. Siz zaten bunu çox görmüsünüz. Birinci, bu ən baş hissə hansı hissədir?
Tamam, T-head hissəsi, düzdürmü? T-head hissəsidir və bunun içində nə var? TH var. Və bunun içində neçə dənə TH var? 4 dənə. 4 dənə. 3, 4. Tamam. 1, 2, 3, 4. Bunların içində nə var? Contact name, city, country, nə bilim nə. Yazaq. Contact name. Ondan sonra city, country və nə? Checked zad var idi. Is promoted. Tamam. T-body'nin içində nə var? Yenə eyni qaydada görürsüz 4 dənə. Düzdürmü? Bəli. Tamam. Yaxşı. Biz bunun içində TH yazdıq. TH nəyin içində olmalı idi? TT-nin table draw. Nə yadınızdan Table çıxmadı ki bir şey? TR-nin. Ay, sağ olun. TR-nin içində. Çünki biz dedik axı bu T sizi çaşdırmasın. Sırf buna görə sizə onu dedim ki, bunun bir önəmi yoxdur. Yəni bu TR kimi bir şey deyil. Sizdə mütləq ki bir table row olmalıdır ki, öz sütunlarını arasında saxlasın. Tamam. Ondan sonra keçdik ikinci sütuna. İkinci sütunda, daha doğrusu ikinci sətrə. Sətr olmalıdır ki, sütunlar saxlasın. İkinci sətirdə neçə sütun var sizdə? 4 dənə, elə deyilmi? Hə. 1, 2, 3, 4. Tamam. Nə var sizdə? Maria Andres Berlin Germany. Maria Andres Berlin Germany. Burada da bir dənə bayraq var. Hə, burada da bir dənə check deyə bir yer var, uşaqlar. Görürsüz, burada checklənilən bir yer. Bu bir inputdur bu arada. Inputları hələ siz keçməmisiniz, form elementlərini keçməmisiniz. Amma indidən sizə təkcə bunu göstərməyin bir zərəri olmaz deyə düşünürəm. Çox başınızı qarışdırmayacağam bu barədə. Yəni bu bir inputdur. Yəni ki, input nədir? Nəsə girilən bir yer. Nəsə dəyər qəbul edən və inputlarda bizdə type'lar olur. Static type-ı. Baxın, bir dənə indi biz gedib buradan baxsaq, hələ table-umuzun strukturunu tam olaraq görməyəcəyik zaten. Tamam. Bu bir input. Inputun baxın normalını qoyub bura qoysaq, baxın, belə bir inputdur. Tamam. Bu inputun type-ını biz buradan checkbox eləsək, tamam, bu bir checkbox halını alır. Belə bir şey. Və bunun, bu inputun qabağına bir dənə nə qoyaq? Heç nə qoymur. Bir dənə Germany bayrağı var. Buradan bir dənə də gedək Germany flag. Tamam. Buradan bir dənə bayrağı götürək. Məncə bunu copy image address desək, yükləməsək olar indilik. Ya da yükləyə də bilərik. Save image as. Tamam. Desktopdur, mentordur, online'dır, 3'dür, buradır deyə düşünürəm. Tamam, gəldi. Bir dənə də gəlib bura deyirəm ki, Germany-nin qabağındaydı, arxasındaydı, hardaydı. Buradan olsun. Bir dənə image tag olsun. Burada verək ki, download nə bilim nə. Tamam. İndi gedirəm, baxıram. Tamam. Border'ımızı bir saxlayaq. Bir də ki, indi bunlar nə idi? Tamam. Uf. Ay maşallah, nə boyda oldu. Bunu nə tagləri ilə düzəldirik? Width və yaxud height-la. Ay, sağ ol. 50. Tamam. Belə qoysam bəs eləyər deyə düşünürəm. Bəli, bayraq hissəsini yenidən başa salırsınız. Burada kontentləri kasası ilə qoşmağa. Bayraq hissəsinin heç nə. Bu normalda bu bayrağımız burada yox idi. Yükləmə hissəsini zaten bilirsiniz, ha, düzdürmü? Tamam. Normalda burada sadəcə bu sütunda Germany dayanmışdı. Biz bu TD-nin həmin sütunun içinə hansı sütunda olmağını istəyirik? Bax, Germany-nin yanında, düzdürmü? Biz gedirsən onun yanına bir dənə, oba, image tagini qoyursan, içinə də yüklədiyin bayrağı yazırsan, vitini də verirsən, dayanır orada. Problem var? Ortada, Germany-nin də ortada dayanmağını istəyirsənsə, bura nə verirsən? Son. Hansı align? Align yoxsa vertical align? Məncə bu vertical align olar. Düzdürmü? Tamam. Gördüyünüz kimi dayanmadı. Niyə dayanmadı? Align-la dəxlisi var.
Çünki bunun dayanır hal-hazırda. Çünki hal-hazırda əslində uşaqlar ortadadır. Dayanır. Bunun ortada olmamağının səbəbi bizdə bunun hündürlüyü və yaxud fiti deyil. Bunun ortada olmamağının səbəbi bizim bayrağımızın bunu genişləndirməsidir. Bəli, bəli. Yəni bizim bayrağımız burada olmasa, bu zatən ortadadır. Tamam. Biz bunu genişləndirsək də, müəyyən qədər height versək də, tutaq ki, nə qədər olsun? Tamam. Bu ortadadır. Görürsünüzmü? Zaten statik olaraq, tamam, bunu buradan götürək, baxın. Zaten statik olaraq ortadadır. Amma bizim bayrağımız gəldiyi vaxtlar işlər nə olur? Az-maz pozulur. Bunu hal-hazırda düzəltməyin bir görürsünüz hal-hazırda hardadır uşaqlar? Baxın. Ortadadır. Bayrağa görə sadəcə ortada deyil. Bunu da düzəltməyin yolunu inşallah dediyim kimi biz hal-hazırda struktur qururuq, skelet qururuq. CSS-də bunların hamısı düzələcək. Çox bir şey yoxdur. Bunu da yazdığımıza görə, bunu da height-ını buradan yığışdırıram. Tamam. Bizdə zaten olacaq bu TR-dən bir dənə artıq olacaq. Burada tutaq ki, bir dənə Fransa bayrağı və s. olar. Frans. Ya da öz bayrağımız qoyaq. Nə gəlib özümüzə? Düzünürəm. Save-imi cəz eləyək. Burayı kopyalayaq. Bura bir dənə Azərbaycan deyək. Bura bir dənə Marian dəyişdirək eləyək. Nə eləyək? Mariam. Marian erməni adı oldu. Məryəm eləyir. Hə, Məryəm olar. Bəli, Məryəm Orucova. Tamam. Bunu da dəyişdirək. Download bir PNG eləyək. Bu da Azərbaycan bayrağı olsun. Qəşəng. Məryəm Orucova ilə Mariya. Bir dənə də buna, çox da uzatmaya ehtiyac yoxdur. Üst hissə biz Teyfuda hal-hazırda ehtiyac yoxdur. Tamam, Teyfuda ehtiyac yoxdur. Alt hissəm yoxdur. Bir dənə də buna uşaqlar qoya bilərik. Məsəl üçün başlıq hissə, T-headdə bir dənə də TR qoyaram bura. Sırf sizə şey göstərmək üçün. Burada TD-lər açaram. Neçə dənə TD qoyaram? Normalda 4 dənə TD olmalı. Düzdürmü? Yenə burada. Amma mən burada uşaqlar artıq bir dənə məsəl üçün mən burada yer istəyirəm ki, bura ümumi yazılsın ki, country data. Tamam. Və bu 4-ünün də yerini tutsun. Artıq siz 4 sütunun yerini tutmaq istəyirsinizsə, nə verməlisiniz siz buna? Cospan 4 deyə bir şey verirsiniz və deyirsiniz ki, sən 1, 2, 3, 4 sütunun yerini tutarsan. Baxın, artıq 4 sütunun yerini bir sətir tutduğu üçün digər 3 sətiri qırağa atır. Gördünüz? Gördünüzmü? Hə. Deməli, digər 3 sətrim artıqdır. Mən bunları bağlamalıyam. Tamam. Biz məsəl üçün ilk öyrənən vaxt table'ları belə eləyirdik. Hamısını yazırdıq, statik sayı qədər 4, 4, 4, 4 yazırdıq. Ondan sonra lazımsızları bağlayırdıq. Sonra da gedirdik, təklə silirdik ki, rahat olsun. Buraya gəlib yazsan ki, country 3s data. Burada bir dənə apostrof. Tamam. Buna da bir dənə yazırsan ki, nə? Tamam. Burada bir dənə yazırsan ki, nə? Buna bir dənə də background color da vermək olurdu. Yadınızdadır mı? Tamam. Fon rəngində. Bəli? Fon rəngində. Bəli, bəli. Bir dənə də green verdim. Gördünüz? İndi gərək bu söhbətlərə. Table'ımızın 3 dənə parametri var idi. Yəni, atribut deyim, atributu var idi. Bu cell spacing, cell padding border nə bildirir? Ay, yuxarıda bizdə şey başladı. Təmir başladı deyəsən. Səsi gəlirsə uşaqlar. Onu bildirir ki, Sizə gürültü səs gəlir. əlaqələrin sayı Gələcək səviyyəyə salır.
Yəni cell Deyəsən spacing gəlmir. onu bildirir ki, Tamam. xanaların arasındakı Aha, məsafəni artırıb azaltmaq olur. tamam, tamam. Zaten hərəsi öz adına görə. Border bildiyimiz kənarlıqdır. Tamam. Borderımız 0 olsa, birinci başlayaq borderımızdan ən sadədən. Kənarlıqlarımız olmayacaq. 5 olsa, maşallah olacaq kənarlıqlarımız. Baxın. Hə. Cell spacing və cell padding. Spacing bildiyimiz kimi məsafə deməkdir, boşluq deməkdir və sellər arasında məsafədir. Cell padding də nə deməkdir? Padding isə ay sağ olun, daxildən olan. Ümumiyyətcə bundan sonra görəcəyiniz bütün paddinglər uşaqlar yadda saxlayın ki, daxildən məsafələrdir. Yəni ki, cell spacing sizdə məsəl üçün 2 versəz, neçə versəz, 1 versəz, məsələn 0 versəz nə olur? Məsafəsiz olur. 7 versəz nə olur? 0, 7 verdim. Baxın, görürsünüz? Sellər arasındakı məsafə. Tamam, sütunlar arasındakı, sətirlər arasındakı məsafə sizdə artır. Bunu 1 versəz statik olaraq, yəni nə bilim 0 versəz normal olaraq görsənər. Padding isə içərisindəki kontentdən olan məsafəsi, yəni yazdan olan məsafəsi. Yəni bura siz bir 5 versəz, hə, bunların yeri belə daha belə genişlənər. Elə bir evin otaqları böyüyürmüş kimi. Görürsünüz, daha belə yaxşı şəraitləri var hal-hazırda, daha belə böyükdür. Gördünüz? Bu qədər. Yəni çox da çətin bir şey yoxdur. Hə, bunları da belə daha qəşəng hala salmaq istəyirsinizsə, sırayla məsəl üçün bunu ağ saxlayarsan, bunu silver verərsən, bunu ağ saxlayarsan, birini də silver verərsən, məsəl üçün bir dənə 2-dən artıraq buradan. Məsəl üçün buna, yox, ardıcıl yox. Buna, bir də hansına? Bir də buna gedək, bıcı, color əlavə eləyək, məsəl üçün silver. Tamam. Gördünüz? Tamam. Və yəni sizdə burada bir dənə baxım görüm şey rəngi də götürür. Bu rəngi də götürürsə, mən bilən götürməlidir. Sizə bunu da izah edeyim. Hə, tamam. Bunu da götürür, süper. Bu HTML 4-dən qalma atributlardır deyə, bıcı kalır və s. Bəzən nəyisə götürməyə bilir. Millət, məsəl üçün, bunları da götürür və bunları götürməyi, bəli, bu kodu götürməyi o deməkdir ki, sizdə baxın, BC Color-da, sizdə bir dəqiqə, məsəl üçün, buradan göstərim, çox da fikir verməyin, hal-hazırda nə yazdığımıza. Baxın, background yazanda, indi siz inşallah öyrənəsiniz, bizdə colorları təyin etməyin müxtəlif üsullar var. Bir, məsəl üçün, green olaraq deyə bilirsiniz ki, məsəl üçün, olsun green. Tamam. Tamam. Bir də bunun, məsəl üçün, RGB kodu var. Tamam. Hash kodu var, RGB kodu var, HSL kodu var. Yəni, hər biri var. Bunların hamısı ilə təyin eləyə bilirsiniz. Və bizdə hal-hazırda ən uyğun olan, məsəl üçün, kodla təyin eləsəz, artıq istədiyiniz kod da gedib götürə bilirsiniz. Məsəl üçün, mən istəyirəm ki, buradakı rənglərim olsun. Sizə mən tövsiyə görürəm. Məndə, məsəl üçün, bir dənə Color Mania deyə bir app var, proqram var. Bu proqram pulsuzdur, millət. Gedin, bir dənə Color Mania. Yazdığınız zəhmət olmasa, bir nəfər bunun adını qrupa yazsın. Bunu download eləyin. Elcan deyib bunu sizə, bəlkə də deyib, bilmirəm. Demiş ola bilər. Bunu yükləyin, tamam. Bunu yükləyin, bunu yüklədikdən sonra bir dənə quraşdırasınız, açılacaq və sizdə belə bir... Bunu keçək bu tərəfə. Sən mane olma bizə, burada qal. Tamam. Bu açılacaq sizdə. Raised hand. Ayxan, nəsə bir sözün var? Deyir, raised hand. Aynen. Olar. Aha, dönün. Bu RGB kod dediğin bayaqlar o 255'e kimi değil. Orada 444 yazdınız. Onu soruşacaqdım. 256. Yox, bu RGB kodu deyil. Tamam. RGB kodu, bəli, 255-ə qədərdir. O 0-dan 255-ə qədər gedir. Bu RGB kodu deyil, uşaqlar. Burada görün nə yazır sizdə? HTML hex. Tamam, burada
Digər hexlərə bax. Sonra var sizdə CSS RGBA. Tamam. Gördünüz, bu tamam başqadır. Və deyib, baxın, burada RGBA üzərindən gedir. Neçəyə qədər gedir? Fikir versiniz, 255. Gördünüz? Hexdə neçə, nə üzərindən verir? 6 xanəli kod üzərindən. Aydın oldu. Başqa bir şeydir. İkisi də rəng təyin etməkdən ötürü istifadə olunur. İkisini də istifadə edə bilərsiniz. Və burada siz buradan rəng də götürə bilərsiniz. Ürəyi istədiyiniz kimi rəng də təyin edə bilərsiniz. Və burada belə bir drop var. Görürsünüz. Bunu götürə bilərsiniz. Pipet var belə pipet. Məsəl üçün siz bu şəkildən rəng götürmək istəyirsiniz buranı. Bu pipeti götürdüm. Gəldim bura. Bunun hex kodunu verdi. Götürdüm bu hex kodu. Ondan sonra getdim bu hex kodu istifadə elədim harda? Burada. Və harda? Burada. Tamam. İndi getdiniz baxdınız. Gördünüz? Bizdə o rənglər hal-hazırda. Bir də ki, şey yazmışdım. Content name country. O hardadır? Gəlin buranı da rəng edirik. Bıcıq olur. Burada. Gördünüz? Aydındır. Belə gözəl qəşəng. Tamam, gözəl qəşəng şəkildə yaza bilərsiniz. Tamam, indi bizdə bundan table'larımızdan dedim adətən nə qurulur? Saytlar, düzdürmü? Yəni ki, saytlarda amma lazım olan hissələr. Mən məsəl üçün sizə dedim ki, dashboard hissəsi, admin panel hissəsi və s. və s. sizə belə bir şey göstərdim. İndi biz o vaxtı belə maraq üçün deyim, həm öyrənmək üçün deyim, həm sayt kimi bir şey qurmaq üçün deyim. Biz CV yazmışdıq sizlə belə. Ondan sonra gedib portfolio yazmışdıq. Portfolionu nə yazmışdıq bilirsiniz uşaqlar? Portfolionu oturub table-la portfolio yazmışdıq. Görürsünüz bunu? Bu yumrulara və s. fikir verməyin hal-hazırda. 19 yaşında yazılıb bu. Yumrulara və s. fikir verməyin. Bunlar CSS-dəndir. Bunları verməyəsiniz hələ. Sizdə məsəl üçün bu hissə olacaq, bu hissə olacaq, bu hissə olacaq, bu hissələr olacaq. Məsəl üçün burada məsəl üçün indi gedək quraq. About hissəsi var. About hissəsində qurarıq. Çox balaca şəkildə buradan index ya da elə table site. Table. Hə. Burada 10 dəqiqə qaldı iddiası. Buyur. Bu yox, mən bundan əvvəlki. Buyur. Bəli. Bəli. Burada ikinci var, mənim qabağımdakı həmin andan qabağındakı işarəni seçib ki, təsdiq işarəsi. Və onu necə edə bilərəm məsələn, bayaq yazdım. Təsdiq işarəsini Bəli. yazmışıq da onu. Baxsan bura. Bəli, onun qabağındakı ikinci bağlı təsdiq işarəsi. Tamam. Bu zaten özü işləyir. Buna bir şey eləməyə ehtiyac yoxdur. Tamam. Bu bizim checkbox adlanan bir inputumuz. Input dərsləri inşallah gələn dəfə. Böyük ehtimalla. Ya da olmadı o bir dəfə. Tamam. Bu bizdə inputdur. Input hər hansısa bir dəyər girilən bir bokslarımdır. Mənim müəyyən bokslarım var burada. Tarixlərdən tutmuş, rəng paletlərindən tutmuş, tekstlərdən tutmuş, passwordlardan tutmuş checkboxlara qədər. Tamam. Və bunları çekləyə bilirik bu sayədə. Sadəcə görünüşdə görsənsin deyə öyrətdim sizə. Aydındır. İndi mən də deyirəm ki, nə olsun? Table site olsun. Table site olacaq. Gedib baxıram bir dənə təxmini olaraq. Mən də saytımda başlıq hissələr olar. Məcburi deyil ki, iminli bunu yığaq. Tamam. Fərqli şey deyil. Elvin, about, skill, contact. Buradan birinizi götürürəm. Biriniz adınızı deyin yazım. Tamam. Table yazıram. Özüm könüllü seçəcəm deməsəz. Ayxan Nəbzadə. Tamam. Table yazıram. Table yazandan sonra Ayxan. Burada baxıram ki, mənim neçə dənə sətir, neçə dənə sütunum var. Tamam, düzdürmü? Bunun içində gedirsən, qurursan nə birinci? T-head, T-body, ondan sonra nə? T-foot.
Ondan sonra nə var bunun içində? Uşaqlar, bunu bu arada sizə dediyim qısa qayda ilə də qura bilərsiniz. Görürsünüz, bunun içində TR var, içində nə istəyən TD var. TR, içində nə istəyən TD. Grafikdə nə isə həmişə. Tamam. TD deyirsiniz, vursun 4 deyirsiniz. Vəsə. O bir də yazın da, baxın. Tamam. Bax. Bax, məsəl üçün buradan dedin ki, bax, məsələn, orta hissəni taş vursan da, deyirsən ki, tutaq ki da, 3 dənə terim olacaq, 3 dənə teri olacaq. Bunların içində də, hərəsində, tutaq ki, 5 dənə sütun olacaq. Tamam. Bax, sağdakı strukturu görsən. Hə, TR-yə vuraq, gördüm. Aydındır. Yanında da bir dənə məsəl üçün desən ki, ATEQ olacaq və s. və s. Bunu da qura bilirsən. Bax, ondan sonra da ATEQ olacaq. Gördün? Biz məsəl üçün bunu desəydik, belə deyə bilərik. Biraz özümüzü çətinə salaq görək. Table olacaq. Bax, table olacaq. İçində tfoot olacaq. Tamam. Yanında nə olacaq? Tbody olacaq. Yanında nə olacaq? Birinci tfoot'u yazmışıq. Baş ayaq yazdıq. Eləmi? Tfoot olacaq. Düzdürmü? İndi TH-in içində nə olacaq? TR-in içində olacaq TR. İçində 1, 2, 3, 4 dənə T'dir. İçində 1, 4 dənə T'dir. Ondan sonra T-body'nin içində nə olacaq? 4 dənə TR eləcək. 4 dənə, hə, TR-nin içində düzdür. 4 dənə. Görək alınırım belə. Heç yoxlamamışam. T-body'nin içində nə olacaq? Bir dənə TR. Tamam, bir dənə TR, bir dənə də T'dir. Bir dənə də T'dir. Tfoot'un içində də eyni qaydada. Bu alınan oxşamır elə bir. Oxşuyur. Baxın. Hə, deyəsən oxşuyur. Bir dənə TR, bir dənə də TD. Vurum enterə. Belə bir şey var ki, body də TR-in içində olacaq. T-body, baxın. TH. Bəli. Body'ni də alıbdı TH-in içinə. Nə yazmışıq? İçində TH. TH-in içində TR. Hə, body'ni də alır TR-in içinə. Deməli, bir yerə qədər yazmamız mümkündür. Tam olaraq mümkün deyil. Baxın. Mörtəzən yox da, o qədər də dəstək eləmir. Başqa nəsə eləyə bilər? 100% əllə yazmaq daha tezdir. Struktura baxın. 100% əllə yazmaq daha tezdir. Bizim arzu elədiyimiz mazoxistlikdir. Yəni, belə bir şey yox. Bəli, fikirləşib saxlayırsınız bəxtə. Bəli. Başınız qarışır, hə? Ona görə dediyim kimi, rahat odur ki, bir dənə TH-dir, T-body'ni, ondan sonra T-foot'u. Bura qoyun, ondan sonra məsəl üçün içində sizə nə lazımdır? 4 dənə TR lazımdır, içində TD lazımdır da. Yox, TR lazımdır, içində 4 dənə TD lazımdır. Düzdürmü? Bir dənə belə yazın, bu rahat ola bilər. Bir dənə TR, bir dənə TD lazımdır, heç nə ehtiyac yoxdur. Bir dənə TR. Burada da bir dənə TR, bir dənə də TD lazımdır. Düzdürmü? Tamam. Hazırdır. İndi biz bu table'ımızın width nə qədər olacaq bu table'ımızın bizdə? Nə qədər olacaq uşaqlar? 100% olsun. 100% də faiz kimi yox. Nə kimi? Tamam. Niyə? Faiz kimi yox, piksel kimi. Faiz olanda belə görünür. Uyğunlaşsın. Qəribə görünür. Gedək baxaq görəcək. Biraz fərqli şəkildə, daha böyük yerdə də bazı pikselin olduğu daha dəqiq şəkildə görünür. Amma faizli işlətdikdə bütün device'lar aktiv olur. Bəli. Piksel işlətdikdə isə yalnız nə üçün aktiv olur? Yalnız yazdığımız piksel üçün aktiv olur. Nə üçün? Yalnız yazdığımız piksel. Məsəl üçün burada yazmışıq ki, tutaq ki 1200 piksel. Tamam. 1200 yazmışıq da. Yəni bu 1200-dən daralmayacaq o tərəfə. İstənilən device-da. Baxın. Görürsən bu qaldı. Və altdan scroll çıxacaq. Baxın bu scroll.
Tamam. Bu yaxşı bir şey deyil. Bu yaxşı bir şey deyil. Ona görə amma faizlə yazanda nisbətən sizdə bütün bitlərə uyğun olacaq. 100%. Və bunu daraldanda, genişlədəndə avtomatik olaraq da daralacaq, genişlənəcək. Bunu bilirsinizmi? Viewport width. Viewport width'im hal-hazırda burada işləmir. Elcan öyrədir. Super, gözəl. Cell spacing'im 0 eləyirəm. Cell padding'im də eləyirəm biraz çox. Məsəl üçün İkisini də spacing yazmışsınız. cell Padding. padding. Tamam. Cell padding. Bunu deyiləm bu qədər. Tamam, super. İndi mən də burada bir dənəsində T-də olacaq, düzdürmü? 4-ünün yerini tutmalıdır. Yox. Hə, şey olaraq yazım. Başda olaraq nəsə yazırıq? Yox, heç nə yazmırıq. Heç nə yazmırıq. Ayxan müəllim yazırıq bura. Ayxan Nəbizadə. Düzdürmü? Nəbizadə. Nəbizadə. Ondan sonra nə yazırıq bura? About yazıram. Contact yazıram. Contact yazıram. Ondan sonra nə yazıram? Skills yazıram. Skills yazıram. Bunu da biraz 20 eləyirəm. Daha gözəl olur. Ondan sonra burada deyirəm ki, yenə məndə böyük bir hissə olsun. Mən buranı 2 hissə eləyəcəm. Hətta 2 hissə bəs eləyər. 2 hissə eləyəcəm. Və bu 2 hissə hərəsi nə qədər tutacaq deyim sizə. Bu üçünün yerini tutacaq. İlk olan. İlk olan üçünün yerini tutacaq. Deyəcəm ki, buna nə deməliyəm? Dillərinə görə. Neçə? 3. Bu da sadəcə birin yerini tutacaq. Aydın oldu. Baxın, bu da birin yerini tutacaq. Ondan sonra burada bir dənə about hissəm olacaq. Bura bir dənə H2 verəcəm. H2 bəs eləyər. Deyəcəm ki, Ayam Ayxan. Nə deyək burada? Nə yazmışıq biz? Hi, I am Elvin, front-end developer, nə bilim nə. Elə biz də belə yazaq. Hi, I am Ayxan. Tamam. Alta bir dənə H4 nə yazaq ki? Front-end developer. Alta da bir dənə P ilə yazaq ki, Lorem 50 dənə söz. Bəs eləyir. Tamam, bu qədər. Ayxan barədə məlumat. Bir də bura nə qoyaram? Bir dənə banner qoyaram. Bu bannerımı da gedib götürərəm. Məncə bu yaxşıdır. Şəffafdır arxası? Yes. Şəffaf şəkil götürməyi bilirsiniz uşaqlar? Şəffaf şəkil seçməyi yoxsa götürməyi? Yuxarıdan olsun. Bəli. Məsəl üçün, bura hər hansısa bir şəkil yazanda Ferrari SFX. Ferrari SFX yazanda burada çıxır, məsəl üçün, şəkillər. Buradan və yaxud Azərbaycan bayrağı olsun, daha belə şəffaf olanını götürə bilər. Azərbaycan bayrağı yazanda, məsəl üçün, siz görürsünüz, bunların arxası ağdır. Sən arxası şəffaf olanı götürmək istəyirsən da. Burada tools var, burada color var. Buradan transparentı seçəndə bizdə arxası şəffaf şəkillər gəlir və bu şəklin hal-hazırda, baxın, görürsünüz? Baxın, şəkil götürəndə görürsünüz arxanın şəffaflığını. Yəni, ağ bir şey yoxdur arxada. Bəli. Yəni, belə şəkillər götürmək istəyəndə sizə lazım olacaq. Bu çaxma şəffafdır. Yox, deyil. Bu da şəffafdır. Gördünüz? Ondan sonra alta da bir dənə uşaqlar, altda adətən saytlarda, biraz buna height verək. Məsəl üçün, bu terimiz ümumi olaraq müəyyən bir height-a malik olsun. Hidden. Hidden yox. Zəhmət olmasa. Height. Olsun nə qədər? 600. Oy, tam oldu. Hə? Və burada altda da bizdə bir dənə aşağı saytımızın footer yeri olsun. Saytımızın footer yerində də uşaqlar adətən burada bilirsiniz nə dayanır? Saytlarda görmüş olarsınız. Copyright hissəsi dayanır. Copyright yazılır. Ondan sonra nə bilim tutaq ki
akademiyanın, ya nə bilim, saytın, şirkətin adı. Ayxan LLC olur. Ondan sonra 2025 hal-hazırki tarix olur. Bir dənə də copyright. Məndə var, görüm. Yox, baxın məndə. Aha, var. Baxın, görürsüz? Save portfolio, bir dənə də copyright hissəsi. Bu loqonu hardan götürəsiz? Bir dənə gəlib buraya yazırsınız ki, W3 School copyright. Bu bir HTML simvoldur uşaqlar. İndi sizə göstərəcəm. Copyright. HTML simbol yazsam daha tez çıxar. HTML simbol. Tez çıxdı. HTML simbolsa girəndə, millət, HTML simbolsa girəndə burada sizə müəyyən simvolların kodunu verir sizə. Baxın burada. Biraz da aşağıya keçsəz. Burada görürsünüz copyright. Baxın, bu copyrightdır, evrodur və s. Bunu məsəl üçün götürsəz, deyir ki, nə yazırsan? Bir dənə bundan qoyursan, bir dənə kopya yazırsan. Gedirəm, bura yazıram. Belə. Tamam. Gedirəm bir dənə baxıram. Nə düşdü bura? Düşdü işarəsi. Buradan istədiyiniz simvolu bu şəkildə, məsəl üçün, evro götürmək. Oho, bunu görməmişdim. Getdiniz bir dənə duraq sayt yazırsınız. Bundan götürdünüz. Haram sayt, qumar sayt yazırsınız. Görürsünüz ki, olmadı. Haram belə olmadı. Görürsünüz, haramdır deyə olmadı uşaqlar. Deməli, harama girişmirsiniz. Ancaq halal işlər. Copyright, belə şeylər. Bir dənə də məsəl üçün görək. Buna görədir. Bəlkə də sənə görə. Oba, bəli. Baxın. Bəli. Haram yemirik. Bunu silirik. Bəli. Silirik. Bu da burada qalır. İndi burada bir dənə bannerımızı. Banner biz getdik götürdük. Olmadı. Amma götürdük, amma qoymadı. Tamam. Burada bir dənə bannerımızı yerləşdirsək. Image. Bura bir dənə market. Düşmədi. Gördünüz. Fikrindən düşmədi. Ola bilsin. İcazəsi yoxdur. Kurs xətası var. Və s. Düşmür. Düşmürsə başqa vitrinlə axısı ola bilərmi? Bir dənə buna vit verim. Baxaq. 160'dır zaten bunun viti. Gəlin buna vit verək. Vit 160 verək. Sənə də 100% verək. Baxaq görək düşürmü? Düşmür. Onda başqa bir şəkil götürək. Ola bilər uşaqlar arada belə. Bütün şəkilləri götürməyimizə, hətta arada gələcəkdə inşallah görəsiniz, bütün saytlara da request atmağınıza icazə yoxdur. Başqa nə götürə bilərik? Buna baxaq. Bu olsa. Bunu yükləmədən gəlin image adresini götürək. Alınırsa özündə şey eləyərik. Alınır. Super. Məncə bu qalsa yaxşıdır. 160 140 bu şeyə görə. 160 vermişəm. Qıraqlardan niyə məsafəm var hal-hazırda mənim? Görsünüz bunu? Margini var. Cell paddingi var. Tamam. Cell paddingi iminli burada. Sıfır eləsəsiz alınar. Belə bir şey yox. Onda CSS-də eləyərik. Mənim margin dəyişir. Bilirəm, style yazmaq istəmirəm uşaqlar. CSS yazmaq istəmirəm hal-hazırda. Tamam. CSS-ə qaçmaq istəmirəm. CSS inşallah gələn dəfə, gələn dərslərdə CSS keçəndə görəsiniz. Bura qədərini yazdıq. Tamam, bura qədərini yazdıq. Saytımızı biraz gözəlləşdirmək üçün biraz rənglərimizi açaq deyirəm. Nə verək? Məsəl üçün, rəng olaraq nə verək? Designer var aramızda, UX/UI-dan zat. Qəşəng rəng desin. Yuxarı hissə. Bir dənə qalıb bizdə, baxın millət. Görün necə görsənir bura. Nə olmalıdır bura? Nə verməliyik? Call spam. Neçə? Neçə sətirdir? 1, 2, 3, 4. 1, 2, 3, 4. Görürsünüzmü? 1, 2, 3, 4. Hamısını tutmalıdır. Roll span nə üçün istifadə olunurdu? Artıq iki sətirlik bir yerdə tutsa, o zaman roll span verirdik. Tamam.
Bu Ayxanın da V-line zəhmət olmasa gedək. Neyniyək? Top eləyək. Top eləyək. Əla, super. Tamam. Bu qədər. İndi sizdə eləməli olduğunuz nədir? Eləməli olduğunuz bunları sadəcə məsəl üçün bura bir dənə nə veririk? Nə veririk? Saytımıza rəng verərəm. Azmaz. TR-imizə, yuxarıdakı TR-imizə bridge color verərəm. Bayaqki şey rənglərimizdən. Bayaq götürmüşdük, qəşəng rənglər. Belə bejli rəng götürmüşdük. Onu buradan tapsaq. Bu idi. Məncə bu idi. Aha. Bu bejli rəng verərəm. Bura biraz alta. Bura alta bridge color. Bura bir dənə silver verərəm. Tamam. Hə. Artıq gözəl qəşəng solidli görünür sayt. Nisbətən. Bunu saxladıq. İndi mən sizdən buraların, uşaqlar, buraların link olmağını istəyirəm. Ki, məsəl üçün artıq about hissəmizə gedəndə about hissəsi olsun burada. Targetlə. Skillsə gedəndə skills hissəsi olsun. Kontakta gedəndə kontakt hissəsi olsun. Tamamdır. A linki ilə. Bəli, bəli, bəli. İndi ATG. bəli, ATG ilə. İndi bura gedib qoyursunuz siz nə? Bunların hamısına link qoymalısınız. Baxın, bu Ayxandan tutmuş, About-dan tutmuş, Kontaktdan tutmuş, Skills-dən tutmuş, hamısını ATG-nin arasına alırsınız. Mən gedib deyirəm ki, burada ATG açıl. Tamam. Buradan target yazılır da səhvləməz. tamam, buradan götür. Target nə üçün yazılır uşaqlar? Onu dəqiqləşdirək. İstiqamət verir də. Sırf məsəl üçün Instagrama yox, Instagram profilini aparmaq üçün. Yeni səhifə açır da müəllim. Target uşaqlar, indi gəlin sizə göstərəcəm. İndi məsəl üçün bizdə hara getdiyimizi göstərmək üçün istifadə olunan atribut link atributu hrefdir. Yəni hyperreferans bura. Burada içəridə linklərimiz yazırıq. Tamam. Nə linki verəcək bizdə? Əvvəllər verirdik başqa bir saytın linkini. İndi özümüz sayt açırıq buradan. Prinsipi. Yazıram bura ki, məsəl üçün məndə olacaq nə? About.html. Bura. Düzdürmü? Mən bura gedib deyəcəm ki, burada məndə olsun. Bura, tutaq ki, bura about səhifəmdir. Səhifəmdir. Tamam. İndeksdə, indeks yox, bu başqa sayt. Table saytda gedib deyəcəm ki, sən hara gedəsən? About-a vuranda, klikləyəndə, hara gedəsən? Bəli. About HTML. Artıq mən buradan About-a, gördünüz, hamısı link halını aldı. Artıq mən buradan bura vuranda, hara atdı məni? Baxın, linkə baxın, About HTML. Düzdürmü? Buradan hamısı üçün bir şey açıram. Contact.html. Ondan sonra nə .html var idi? Contact about. Başqa? Skills. Tamam. Bunların hamısını açdıq. Qəşəng olardı ki, bunları bir qovluğa salardıq. Siz salarsınız da. Vaxtımız getməsin. Çünki oje 41-dir. Gələcəklər sizə. Index hansı səhifədir? Table saytı. Tamam. About HTML sən gedəsən hara? Contact HTML, sən də gedəsən hara? Skills HTML. Düzdürmü? Düzdür. Tamam. Burada bizim ana səhifəmizdir. Bura bizim ana səhifəmiz. Burada heç hara getmirsən. Burada elə olduğun yerdə qalarsan. Aydın oldu. Tamam. Hətta buraya yaza bilərsiniz ki, table site HTML. Elə özündə qalsın. Table site HTML. İndi bura vuranda gedir about HTML. Biz istəyirik ki, about da fikir verin uşaqlar. Məsəl üçün məndə. About da nə dəyişir? Getdim about-a. Sadəcə table'ın harası dəyişir? Fikir verin. Sadəcə table'ın harası dəyişir? Sadəcə. Görsünüz? 5 dəqiqə deyin. Tamam. Harası dəyişir sadəcə table'ın? Fikir versiniz. İkinci sütun, ikinci sətir, daha doğrusu, orta hissə. Bu bizim statik olaraq bildiyimiz sayt məntiqimizdir uşaqlar. Yəni, istənilən sayta girsəz, həmişə, məsəl üçün,
Nə olsun? Papa John's. Tamam. İstənilən sayta girsəz, siz burdan uşaqlar yuxarıdan nə dəyişsəz də, sizdə bu hissə qalır, head hissəsi qalır. Dəyişir hara? Body hissəsi və footer hissəsi də eyni qalır. Baxın, girdik Papa Talk-a. Bura qaldı. Body dəyişdi. Footer da eyni qaldı. Ona görə biz nə etməliyik? Burayla aşağı hissəni saxlamalıyıq, orta hissəni dəyişməliyik. Yəni ki, bunu millət olduğu kimi götürürsünüz. Gedirsiniz. Kontaktınıza yapışdırırsınız. Tamam. Hansı hissəni dəyişməliyəm? Body hissəsini. Gəlib buraya yazıram ki, burada mənim bu da dəyişməyəcək. Buraya yazıram ki, bura TD yox. TD'nin ortasını buranın. Bura kontaktdır. Altda da məsəl üçün nömrələri qoyarsınız. P qoyarsan, mobil yazarsan bura, yazarsan ki, nə bilim, plus 994, ondan sonra 1456. Tamam. İndi eyni şəkildə gedirsən about hissəyə, bunu götürürsən, atırsan about-a. Gedirsən hansı hissə dəyişməlidir səndə? Bura. Gedib yazırsan ki, bura about səhifəmdir. Tamam. Burada da haqqında məlumat olacaq səndə. Bunu H2 ilə yaz. Buraya yaz ki, haqqında. Haqqında məlumat. Tamam, haqqında məlumat yaz. Aşağıya da bir dənə P ilə. Get bura. Lorem. Tutaq ki, 100 sətirlik. 100 sətirlik deyirəm. 100 sözlük bir mətn sal. Tamam. İndi gedib baxıram. Ayxan Nəmzə. About-a vururam indi hal-hazırda. Kontakta vururam. Nədir? Bura kontaktdır. Tamam. About-a vururam. Bura about səhifəmdir. Görürsünüz? Necədir? İndi skills-i də vuranda yenə eyni qaydadır. Skills-də nə edəsiniz? Yenə buranı saxlayasınız. Haranı dəyişəsiniz? Sadəcə bu hissəni. Bu bizim statik olaraq saytlarımızın işləmə məntiqidir uşaqlar. Aydın oldu. Yəni ki, statik qalan hissələr dəyişməz olaraq qalır. Sadəcə dinamik hissələr dəyişir. Aydın oldu sizə? Aydın oldu uşaqlar? Super. İndi ev taskım sizdə bunu gözəl şəkildə vizuallaşdırma olacaq. Nə olacaq? Gedəsiniz Fontasumdan. Fontasum bilirikmi? Bəli? Tamam. Fontasum bilirikmi uşaqlar? Buradan ikonlarım var. Məsəl üçün buradan bir dənə gedirik telefon ikonu götürürük. Tamam. Buradan kasıbçılığımızı üzümüzə vurmaq üçün bura bir dənə free qoyublar ki, freeyə bas. Pulsuzları götür. Bunu buradan götürürsən, gətirib məsəl üçün kontakt saytında. Gətirib qoyursan, bura kontaktdır. Mobilin yanına bir dənə gəlir, məsəl üçün bundan qoyursan. Alın, kontaktın yanına da lap qoymayın işarədən. Amma görəsiniz ki, bu hal-hazırda kontaktda işləmir. Nə üçün? Çünki biz bunun Fontasum CDN-ni kopyalamalıyıq. Bu bir kitabxanadır və bu linklə bağlamaqla işləyir. Oy, CDN. 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 Tamam. Görürsünüz? Burada CDN.js-də library'miz var. Bunun kod şəkildə buradan kopyalayırıq. Buradan kopyaladınız. Gəldiniz. Saytımızda görünməyən hissə, saytımızın konfigurasiyaları hardan olunur? Head hissəsindən. Ora gəldiniz, linkimizi yapışdırdıq. Gedirik, baxırıq ki, gözəl şəkildə məndə loqolarım görünür. About, kontaktda kontakt, about. Ayxan Nəbzadəyə basanda da ana səhifəm. Gördünüz? Çünki niyə? Nə yazmışam bura hamısında? Ayxana vuranda table side HTML. Hə, target nə idi uşaqlar? Məsəl üçün about target. Targetda məsəl üçün alt xətt blank yazanda buna deyirəm ki, about-u aç. About idi bu. Tamam. About-u aç yeni bir blankda.
Hal-hazırda açmır. Nə gözəl. Xarici bir link versək, məsəl üçün, bura bir dənə də əlavə eləyək, TD əlavə eləyək. Bura bir dənə, məsəl üçün, YouTube-un, buranın linkini verək. Görək bundandır mı? Baxaq. Target blank. Tamam, hansı hissədə əlavə elədik bunu? Aha, uşaqlar, çox düz. Mən səhvim. Uşaqlar, baxın. Bizdə hal-hazırda əlimizdə olan imkanlar bizdə nəyə icazə verir? Bu saytı yazmaq üçün. Saytın kopyalayırıq, sadəcə ortasını dəyişdiririk, düzdürmü? Hazırda mən Ayxan Nəbizadə olan hissəmdən, Ayxan Nəbizadə mənim haranın içidir? Table site HTML. Burada nə edirəm? About açırdım, düzdürmü? Burada məndə target blankım var. Yoxdur. Mən target blankı bayaq yazırdım nəyin içinə? Kontaktın içinə. Kontaktdan bunu açsaz, gördünüz, əlavə səhifədə açılır. Aydın olduğu səhv haradaydı? Millət? Bəli. Əsas səhifədə artıq bütün hər şeyi verəndən sonra kopyalayın ki, artıq məsəl üçün sən bir dənə buna target blank əlavə eləsən, eləmək istəsən, gərək məsləhətdir ki, gedib bunu bütün hamısında atribut kimi qeyd eləyəsən. Bunda da. Tamam, əsas səhifədən yaradıb kopyalayanda nisbətən daha rahat olur. Aydın olduğu nə demək istədiyim? Artıq əsas səhifədən də gedəndə əlavə səhifədə açılacaq. Aydındır millətlər, hər hansısa bir sualınız, boşluğunuz, başqa bir şey. Taskı neyniyəsiz? Taskın altı olmuş inşallah, qrup atacam. Taskda sadəcə bizim yazdığımız bu saytı görürsünüz. Görsel olaraq hərə öz saytını yaradacaq. Yəni ki, Ayxan. Bəli. Məsəl üçün biz necə yaratmışıq? Bu kənardakı. Hə, biz ürəyin istəyir, məsəl üçün, sən about hissəsinə girəndə buradan fərqli olur. Məsəl üçün, about bizdə hardadır? Burada deyil o şəkil. Bunu fərqli qoy. Tamam. Və yaxud about-da ümumiyyətcə, məsəl üçün, qoyma. Məsəl üçün, about-da TD-ni götür. Get buna denən ki, callspan sən 4-ün də yerini tutarsan. Bax. About-da yoxdur lazımda. Gördün? Tamam. Yəni, ürəyin istəyir, get fərqli elə, ürəyin istəyir. Dediyim kimi, dizaynı sizə sərbəst buraxıram. Məsəl üçün, məndəki dizayn belədir. About belədir. Burada 2 dənə şəkil var. Skills belədir. Məsəl üçün, burada logo var. Burada şəkillər var. Baxın, məsəl üçün, Skills-də table-ın quruluşunu görə bilirsiniz hal-hazırda borderlar açmadan. Baxın, bura bir TR-dir. Görürsünüz, baxın, bu hissə. Tamam. Burada artıq bura bir TR-dir. 2 dənə TD var. Görə bilirsiniz, uşaqlar? Hə. Burada bir dənə, məsəl üçün, bunların buradan border açsan görmək olar. Siz də onu gedib açmaqla, adı neydi? Border 0. Aha, bunu bir dənə. Gördünüz? Strukturu. Bu şəkildə. Siz də bu şəkildə yığasınız. Hə, bu rəngləri verməyin hələlik. Bunların ölçüsünü böyük yazmağınıza ehtiyac yoxdur hələlik. Sadəcə hashtaglərini istifadə edərək yaza bilərsiniz. Yəni ki, mətnlərin, yazılı effektlərinə və s. ehtiyac yoxdur. Sizə sadəcə lazımdır nə? Sadəcə strukturu qurmaq lazımdır. Saytı yazandan sonra da, gözəl şəkildə yazandan sonra da bir dənə də gedirsiniz. Zəhmət olmasa, buradakı borderi yığışdırırsınız. Sayt düşür qəşəng hala. Artıq sayt kimi görsənir. Gördünüz? Bu şəkildə sizdən saytları istəyirəm. Aydın uşaqlar? Tamam. Oldu. Uğurlar hamınıza. Sağ olun, sağ-salamat. Tasklar və s. də qrup atılacaq. Sağ olun.
Ha, şeyi bağlamamışım.